Salam əziz dostlar. Deməli dünəndən maraqlı hadisələr baş verir. Bilirsiniz, Putinlə İlham Əliyev Tacikistanda görüşüblər və bu görüş elə Azərbaycan hökumət mediasında böyük uğur, qəhrəmanlıq kimi təqdim olunur. Aynen Putin üzr istədi. Putin yalvardı. Bu tipli belə açıqlamalar gedir. Həm dövlət mediasında, həm İlham Əliyevin bu yandaş medyasında eyni zamanda da bir sürü bu yaltaq, təlxək adamlar düşüb Putinin güya İlham Əliyevdən üzr istədiyini bildirir. Birincisi İlham Əliyev Putin'dən əvvəl Azərbaycan xalqından üzr istəməlidir. Baş vermiş təyyarə qəzasına görə və bu qəza deyil. Gəlin bunu birinci araşdıraq ki, Putin üzr istəyib. Putin heç bir üzr istəmədi. Putin günahı atdı Ukrayna dronlarının üstünə və dedi ki, Rusiyanın da hərbi hava qüvvələrinin günahı olub, orada səhvi nəticəsində baş verib. Amma biz raketlə birbaşa təyyarəyə vurmamışıq. Doğru deyib, təyyarəni birbaşa vurmuyor. Təyyarəni vurublar və sonra təyyarəni Rusiya ərazisində aeroportlara enişinə icazə verməyiblər. Və bütün bu keçən müddət ərzində bütün hərbi ekspertlər, bütün bu pilotlar, aviasiya işini bilən mütəxəssislər qeyd etdilər ki, Rusiya bilərəkdən Azərbaycan təyyarəsini Xəzər dənizinin üzərinə yönləndirib ki, orada təyyarə qəzaya uğrasın, dənizə düşsün və baş vermiş cinayət işini örtbaslı eləsinlər. Sadəcə olaraq pilotların peşəkarlığı nəticəsində təyyarə Qazaxıstana qədər gedib çatıb və yerə endi. Böyük bir sərnişindən böyük bir hissəsi həyatını itirsə də sağ qalanlar oldu və bu cinayəti bütün dünya gördü. Halbuki bu təyyarə 2 addımlıqda olan Mahaçqala aeroportdan düşə bilərdi, Bakıya geri qayıda bilərdi, Qroznaya gedə bilərdi. O, Şimali Qafqazda onlarla hərbi və mülki aeroport var ki, Azərbaycan təyyarəsi ora eniş edə bilərdi. Ruslar bu təyyarəni ora eniş etməyə qoymadılar. Və İlham Əliyev bunu Putinə deməyə özündə cəsarət tapmadı. İlham Əliyev növbəti dəfə Putindən qorxdu. Qorxdu bu adam Putindən. Və Putinə demədi ki, bu qəza baş verə bilər. Yanlışlıqla təyyarəni vura bilərlər. Amma təyyarə yerə eniş edə bilərdi. Təyyarə Mahaçqalaya da enə bilərdi, təyyarə Qroznaya da enə bilərdi, təyyarə Şimali Osetiyaya da düşə bilərdi. O ətrafda onlarla aeroport var və eyni zamanda geri Azərbaycana da qayıda bilərdi. Və siz Azərbaycan təyyarəsini eniş icazəsi verməmisiniz, geri qayıtmaq icazəsi verməmisiniz. Və bunun səbəbini Putin izah eləməliydi. Rusiya hakimiyyəti bunun səbəbini izah eləməliydi. Heç nə izah eləmədilər. Yalandan indi hayküyü qaldırıblar ki, nə bilim, Putin üzr istədi. Putin üzr istəmədi. Putin növbəti dəfə Azərbaycan xalqını aşağıladı. Putin növbəti dəfə İlham Əliyevi aşağıladı. İlham Əliyev özündə cəsarət tapmadı demək ki, vurulmuş təyyarəni nəyə görə Mahaçqalada, Qroznada, Rusiyanın yaxın aeroportlarında eniş etməsinə icazə verilməyib? Niyə Azərbaycan təyyarəsi geri Bakıya dönüşə icazə verilməyib? Nəyə görə Azərbaycan təyyarəsi Xəzər dənizinin üzərində Qazaxıstana yönləndirildi? Bu suallar verilməliydi Putinə, verilmədi. Bugün biz nəyin şahidi olduq? Deməli, bu qarşıdurma gərginlik zamanı Azərbaycanlılara qarşı Rusiyada sərb yürüyüşü elan olundu. Rusiya hakimiyyəti Azərbaycanlılara qarşı işgəncə metodlarından istifadə etməklə yüzlərlə Azərbaycanlı həbs edildi, minlərlə Azərbaycanlı döyülüb. Səfərov qardaşları, Ziyaddin və Hüseyin Səfərov qardaşları, Yekaterinburqda, xatırlayırsınız da yəqin, öldürdülər adamı döyüb və sonra məlum oldu ki, olan cinsiyyət orqanlarını kəsiblər. İlham Əliyev soruşmadı Putindən ki, sən mənim vətəndaşım, 2 soydaşım Ziyaddin və Hüseyin Səfərovlar nəyə görə qətlə yetirilib? Nəyə görə olan cinsiyyət orqanları kəsildi? Onlarla iş adamının əmlakı əlindən alındı Rusiyada. Bazar sahibləri, müxtəlif obyektlərin sahibləri, onlarla adam həbsdədir. Bugün Bakı Sputnik Azərbaycanın direktorunu azadlığa buraxıb. O həbs olunanda bağırırdılar ki, Sputnik Azərbaycan ərazisində casusluqla məşğul olur və biz casusları tutmuşuq.
Casusları buraxdılar. Buraxdılar casusları. Və bu danışıqlar İlham Əliyevlə Putinin görüşündən əvvəl olub. Rusiya prezidentinin köməkçisi açıqlama verib ki, biz Hikmət Hacıyevlə danışıqlar zamanı bu qərara gəlmişik ki, Rusiyalı bu Sputnik Azərbaycanın direktoru azadlığa buraxılsın. Maraqlıdır. 9 nəfər bizim jurnalist xanımımız həbsdədir. 9 jurnalist xanımımız həbsdədir. Rusiyalı casuslar azadlığa buraxdılar. Sputnik Azərbaycanın direktoru. 40 nəfərdən yuxarı Azərbaycanlı jurnalist, Azərbaycan jurnalisti həbsdədir. Amma bunlar burada agentlik, bütün bu Sputnik informasiya agentliyi bütün dünyada casus şəbəkəsi kimi tanındı və bütün dünyada fəaliyyətə qadağan olundu. Avropanın heç bir yerində Sputnik, Rusiyanın Sputnik informasiya agentliyinin işləməsinə, olan işçilərinin yaşamasına, qalmasına icazə verilmir. Çünki agentdir bu adamlar. Çünki casusdur bu adamlar. İndi İlham Əliyev casusu buraxdı. Əvəzində kimi buraxdılar bizdə? Moskva Satira Teatrının direktorunu buraxıblar. Kimdir bu teatrın direktoru? Məmmədəli Ağayev. Onun genetik olarak Azərbaycan, Rusiya vətəndaşıdır. 2 Rusiya vətəndaşını buraxıblar. Güya Azərbaycanla Rusiya arasında danışıqlar gedib 2 Azərbaycan buraxıblar. Səfərov qardaşların qətli İlham Əliyevlə müzakirə, İlham Əliyev Putindən soruşmadı. Səfərov qardaşları niyə öldürmüşsünüz? Niyə onların cinsiyyət orqanları kəsildi? Şahin Şıxlı, güya Azərbaycan diasporasının prezidentidir Yekaterinburqda. Bugün, məhz bugün onun Sverdlovski'də apellyasiya məhkəməsi olub, həbsdə saxlayıb. Hardan Putin üzr istədi? Putin üzr filan istəmədi. Putin məzələndi İlham Əliyev, növbətli dəfə. Putin növbətli dəfə Azərbaycan xalqını aşağıladı. Onlarla Azərbaycanlı həbsdədir. Onlarla Azərbaycanlının biznesi əlindən alıb Rusiyada. Bunun sorğusu verilmir. Amma Rusiyada minlərlə casusdan 2 nəfər tutulmuşsa, biri azadlığa buraxılıb. Bax belədir vəziyyət. Və o gədə-güdələrin, o hakimiyyət təbliğatına inanmıyor. Heç bir uğurdan söhbət gedə bilməz. Heç bir xarici uğurdan söhbət gedə bilməz. İlham Əliyevin cəsarəti yoxdur Putinə qarşı durmağa. İlham Əliyev Putinin hesabına hakimiyyətə gəldi. İlham Əliyev Putinin hesabına hakimiyyəti saxlayıb və indidən sonra da onun hakimiyyətini saxlamaqdan niyyətindədir, Putinin vasitəsində. İlham Əliyev Putinə görə milyardların üstündən milyardlar gətirdi Ukrayna-Rusiya müharibəsi başlayandan sonra. Rusiya neftini ən çox satan bu dəqiqə İlham Əliyevdir, İlham Əliyevin yaratdığı şirkətlərdir. İlham Əliyev var gücü ilə Rusiyanı sanksiyalardan yayındırır. İlham Əliyev Rusiyaya pul qazandırır ki, Ukrayna xalqının üzərində daha gedə bilsin. Rusiya ordusu vuruşa bilsin deyə İlham Əliyev gecə-gündüz Rus neftini satır, Rus qazını satır. Onlarla Azərbaycan şirkəti sanksiyalara məruz qalıb. Azərbaycan dövlət neft şirkətinin SOCAR-ın bu gəmiləri sanksiyalara düşür. Nəyə görə? Çünki həmin gəmilər Rusiya neftini qaçaq yolundan gətirib dünya bazarına çıxardı, satmağa çıxardı. Və bununla da utanmaz dedilər ki, Rusiya Azərbaycan gərginliyi və heç bir gərginlik filan zad yoxdur. Özümüzü və başqalarını aldatmıyor. İlham Əliyev Rusiya hesabında hakimiyyətə gəlib, İlham Əliyev Rusiya hesabında hakimiyyətdə qalır. İlham Əliyev indi də Rusiya-Ukrayna müharibəsindən sonra milyardların üstündə milyardlar qazanır. Və dünən də Putin növbəti dəfə bizi aşağıladı.